Salam əziz şagirdlər, hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Mən Sona Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimim. Deməli, biz 2025-2026-cı tədris ilini uğurlu bir şəkildə başa vurduq və bu videonu çəkməkdə məqsədim həm imtahan nəticələrimiz barədə danışmaq, həm növbəti tədris ilinin, yəni 11-cilərinə, bu ilin 10-cu siniflərinə, növbəti tədris ilinin isə 11-ci siniflərinə bəzi məsləhətlərimi vermək. Eləcə də dərs qruplarım haqqında, metodikam haqqında qısaca sizi məlumatlandırmaqdır. İlk öncə uğur qazanan bütün şagirdlərimizi təbrik edirəm. Rəylərdə də fikirlərini bölüşsələr çox şad olaram. İmtahan necə keçdi, yoldaşlarına məsləhətləri nələr olardı, hazırlıq prosesində nələrə diqqət yetiriblər, bizim hazırlığımızın, dərslərimizin üstünlükləri nələr olub, onları daha çox nə irəli aparıb, imtahanda daha çox nələr kömək olub, qrammatikada və yaxud da mətndə ən çox nələrdə əvvəllər çətinlik çəkiblər, amma bunun öhdəsindən necə rahat bir şəkildə gəliblər, bu barədə məlumat verərlər, çox xoş olar. Çox sevincliyəm və çox qürurluyam ki, şagirdlərim imtahanı çox uğurlu bir şəkildə veriblər. Əlbəttə ki, 8-9 nəfərim var idi, 100-ə namizəd. Azərbaycandan bilirsiniz, 100 yazmaq, 30-30 yazmaq olur əlbəttə ki, yəni hamısını düz yazırlar uşaqlar, amma 100 bal gəlmə məsələsi biraz çətin məsələ olur Azərbaycandan. Riyaziyyatdan incisindən daha rahatdır 100 bal əldə eləmək. Riyaziyyatda dəqiqdir, yəni nə yazmısan odur, 100 bal gələ bilir, 25 yazmısansa. İngilis dilində həmçinin rahatdır yazmaq, amma Azərbaycan dilində hər şeydən bal kəsilə bilir. Açıq suallarda falan sözdən diqqətli olmasaq, bu sözdən bal kəsilə bilir məsələn. Ona görə də Azərbaycan dili hər il digər fənlərə baxanda Azərbaycan 100 yazmaq, buraxılışdan 100 almaq, 100 bal almaq biraz çətin olur. Ölkə üzrə özünüz görürsünüz, ölkə üzrə yəni uşaqlarda az olur, az rast gəlinir 100-lərə. Və bu il mənim çox güclü əjdahalarım var idi, şagirdlərim. Ölkənin fərqli-fərqli regionlarından qoşulan onlayn şagirdlərim də var idi. Yəni şagirdlərimdə də 100-ə namizədlər var idi. Və bir şey bu imtahanın düşündürücü salmasında bir məsələ bizə mane oldu ki, 8-9 nəfərdə 100 bal gəlmədi. Çox şükür, əlbəttə ki, yaxşı baldı, 92.5 alıb çoxsu, 95 bal alan var, 3-4 nəfər, 4 nəfər olmalı səhv eləmirəmsə. Nəticələr bu arada paylaşacaq. Ekranda bəlkə də bir yerə qoyaram, əgər alınsa, videonu editləməyə vaxt tapsam, ekranda 90 plusları, 11-ci siniflərdən 90 plusları sığışdıra bilərəm məncə. Çünki 16 nəfər 90 plusdur, 1 nəfər 100-dür, bir 100-ümüz var. Özdə təzə bildim bu arada, bu video yayımlanmamışdan, yəqin ki, bugün yayımlayaram bunu. 2 gün əvvəl, hətta dünən deyəsən bildim. O şagirdimiz Nuray Məmmədli 100 bal toplayıb Azərbaycan dilindən, o da paylaşılacaq, onu da ekranda bir yerdə görəcəksiniz. Eləcə də 90 plus 16 şagirdim oldu bu iki çətin imtahandan və bu məni çox sevindirdi və sadəcə bir yandan da adamın biraz heyfsləndiyi bu 90 plus bal toplayan şagirdlərimin hər biri, həmin bu dediyim əjdahalar 100 bala namizəd uşaqları idi. 100 bal gözləyirdik. Sadəcə olaraq əksəriyyətinin səhvi bilirsiniz nədə olub, səhv də deyil əslində. Dimdə, dim toplularında həmişə bir açıq sualda çox vaxt bir şey istəyir. Məsələn, tutalım, orada səhvləmirsə deyirdi ki, toplarda o qədər rastlaşmışsınız, deyir mətndə altına xətt çəkilmiş cümləni, mətnin üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirib yazın. Yəni, nəsə məcazi əlavə edib yazmaq lazımdır. O qədər bunu alışıblar ki, şagirdlərim bir dənə altına xətt çəkilmiş cümlə olur və bir cümləni zənginləşdirmək istəyirdi həmişə. Bax, əksəriyyətinin 100 bal gəlməmə səbəbi o ikinci cümləni görməməkləridir. Çünki bu ilki imtahanda o açıq sualda 2 şey istəmişdi. 2 dənə altına xətt çəkilmiş cümlə verib mətndə. Şagirdim deyir ki, mən o qədər öyrəşmişik ki, yəni bir sual istəyib elə ilk altına xətt çəkilmiş cümləni zənginləşdirib yazıb, heç ikinciyə fikir belə verməyib ki, ikinci cümlə də var. Yəni bu mənim gözümdə əlbəttə ki, onların savadını nəsə aşağı salmır, çünki 100 baldır da qəlbimdə. Sadəcə olaraq yəni görməyiblər onu. Dediyim kimi, bu da bu ilki imtahanında açıq suallarda, yəni hər sualda biraz vaxt aparan şeylər istədi. 2 ziddiyyət istəyirdi, 2 nöqtələri tamamlamaq, 2 dənə cümləni zənginləşdirmək. Hər sualda əslində sanki 2 sual istəyirdi. Elə şagirdim də var ki, kitabçaya yazıb həmin açıq sualı köçürməyə nəzarətçi gəlib vərəqlərlə alıb ki, vaxt bitib, sən hara köçürürsən də olmaz. Yəni ona görə 92 bal gəlib. Birində də o situasiyanı yaşayan şagirdimin birində də 95 bal gəlib. Nədə açıq sualı axıra qədər köçürə bilməyib və ya da saxlayıb ki, axırda onu dəqiqləşdirib baxacağam, dəqiqləşdirməyə vaxtı çatmayıb. Yəni bax belə vaxt aparan suallara görə şagirdlərimizin 100 bala namizəd olan ən az 8-9 nəfərdən sadəcə biri 100 bal toplayıb olsun. Həqiqətən Azərbaycan dili kimi bir fəndən
yəni 100 bal almaq biraz Azərbaycan çoxunun gözündə çox asan fən kimi görsənsə də 100 bal almaq hər adamın işi deyil. 90 plus almaq da hər adamın işi deyil və mən bunu Instagramda da demişdim, paylaşanda burada da deyim ki, yəni bu ilki uşaqların, bu il imtahan verən uşaqların kimlər ki 90 plus toplayıb, onlar əslində 100 baldır. Keçən ilin 100 ballarıdır. Ona bərabərdir. Kimlər ki 80 plus bal toplayıb bu il, onlar keçən ilin 90 pluslarına bərabərdir. Yəni 90 plus toplamış kimidirlər onlar. Yəni bu ilki imtahanı nəzərə alsaq, səviyyəsini nəzərə alsaq. Kimlər ki keçən il, daha doğrusu bu il 70 plus bal toplayıb, onlar da keçən il ki uşaqların 80 pluslarına bərabərdir. Yəni ona görə bu il kimlər 70 plus, 80 plus, 90 plus nəticə əldə edibsə, hər birini təbrik edirəm. Yaxşı nəticədir. 80 plus, 90 pluslarda xüsusilə həqiqətən də bu ilki imtahana görə mükəmməl nəticələrdir və şagirdlərimin hər birindən də buradan da demək istəyirəm, qürur duyuram. Biz bu qədər əziyyət çəkdik, bu qədər bəzən ətrafımdakılar da həmişə məni danlayır ki, çox can yandırıram işimə. Əlavə dərslər salmaq, əlavə onlayn dərslər salmaq, əlavə əyani dərslər salmaq, nə qədər dərs salmaq olar, nə qədər əlavə dərs keçmək olar, nə qədər gecə 3-ə qədər PDF hazırlamaq olar, çətin sual hazırlayırdım, çətin quizlər hazırlayırdım, çətin sınaqlar, buraxılış sınaqları hazırlayırdım. Özüm mətnlər çox vaxtım aparırdı. Mətn üstündə işləyib uşaqlara sual hazırlamaq, öz şəxsi sınaqlarımı hazırlamaq, quizləri çox çətin hazırlayırdım. Şagirdlərimin gözünə, yaşına baxmırdım əsla. Ən çətin səviyyədə mix səviyyəsini hazırlayırdım. Nə qədər şagirdim dedi ki, elə onların sayəsində, o çətin sualların sayəsində biz imtahanda bu suallar üzərində dedik ki, biz bunları işləmişik, müəlliməmiz bunun hər birini deyib bizə. Bu da məni çox sevindirir əlbəttə ki. Eləcə də buraxılış sınaqlarında dimə uyğun hazırlayıram. Buraxılış sınaqlarımı çox çətin səviyyədə hazırlamıram. O dimə uyğun olur. Biraz dimdən çətin hazırlayıram bəzilərini. Yəni balansı qoruyuram. Bəzisi normal dim tipli, bəzisi dimdən biraz çətin sınaqlar hazırlayıram. Buraxılış sınağı, mətn daxil, qrammatika daxil. Amma quizlərdə, mövzu quizlərimdə, yəni mövzu suallarımda istəyirəm ki, şagirdim görüm o mövzumu mənim izah elədiyim başa düşübmü? O quizlərdə şagirdlərimin gözünün yaşına baxmıram, çox çətin səviyyədə hazırlayıram və onların sayəsində uşaqlar gedib yaxşı da yazdı, çox şükür ki. Eləcə də gələn ilin 11-ciləri sizə də tövsiyəm maksimum şəkildə məsuliyyətlə hazırlaşmaqdır. Elə şagirdlər var ki, qrammatikaya üstünlük verir, mətni ikinci plana atır ki, onsuz da mətn mən yazaram, rahat yazaram imtahanda. Elə şagird var ki, hazırlıq müddətində mətnlərə çox önəm verir ki, mətn mənə 75 bal verir, qrammatika olmasa da olar. Bunun ikisi də çox yanlışdır. Çünki biri əksik olanda, ən azından bir diqqətsizlik olanda, o birisi onu tamamlayır. Yəni hər ikisinin balansını saxlamaq lazımdır. Hər ikisini paralel aparmaq lazımdır. Yəni qrammatikadan da il boyu, tədris ili boyu hazırlaşmaq lazımdır. Yəni qrammatikanın bütün qızıl qaydalarına başa düşmək lazımdır. Mən dərslərimdə indi o haqda danışacağam, birazdan metodikamla bağlı. Birinci mövzunun qızıl qaydalarını illərdir təcrübəmə əsaslanıb, artıq 9 illik təcrübəm var və 9 ildə abituriyentlərlə işləyirəm, şagirdlərlə işləyirəm, çalışıram və hardan vuracaqlarını təxmin edə bilirik və bu arada bu ilki ehtimallarım da hər biri özünü doğrultdu. Nə demişdimsə şagirdlərimə hər biri düşdü. Çox şükür ki, elə ona görə də böyük köməklər oldu, yaxşı rahat yazıblar. Nə qədər şagirdim elə bütün sualları yazarkən dərsdə dediyimiz şeyləri ağlına gətirib ki, bu şeyi biz demişdik, bu tipdə biz sual işləmişdik, bir gün əvvəl imtahanın bir gün əvvəl müəlliməm bunu demişdi və s. tipli. Hətta o ən çətin doğru-yanlış cədvəllərini falan fonetikaya aid bir sual var idi, orada uşaqlar çaşırdı çoxsu, amma şagirdlərim onda çoxsunu düz yazıb. O da çox sevindirici haldır uşaqlar. Bu əlbəttə ki, əzmin, disiplinin və müəllimin dediklərini əməl eləməyin nəticəsidir. Yəni bu nəticə havadan gəlmir, boşu-boşuna gəlmir. Yalnız dua eləyim, mənə bu nəticə gəlsin olmur. Çalışıb dua eləmək lazımdır. Yəni birinci sən əlindən gələni eləməlisən. Ən artığını, əlindən gələni ortaya qoymalısan. Əmək ortaya qoymalısan, zəhmət, disiplinli olmalısan. Motivasiyanı çox gözləməməlisən. Motivasiya bir gün var, bir gün yoxdur. Bir gün həvəsə gəlirsən, bir gün yox. Amma disiplin, vərdiş olanda o səni uğura aparır. Yəni uğurun açarı disiplin, vərdiş və düzgün müəllim istiqamətləndirməsi də çox önəmlidir bu arada. Düzgün müəllim istiqamətləndirməsi çox olmalıdır. Yəni şagirdlərimlə də video çəkəcəm. Onların da sözlərini, fikirlərinə qulaq asarsınız. Mənim özümə də çox maraqlı olur uğur qazanan şagirdlərimi dinləmək. Onların hansı yoldan keçdiklərini, məsələn, o bir fənlərdən də məsələn nələr eləyib onları dinləmək mənə xoş gəlir ki, digər şagirdlərimizə də bəlkə yararlı olar. Eləcə də Azərbaycandan da indi video çəkəcəyik inşallah uğur qazanan şagirdlərimizlə videonu. Vaxt tapıb çəkməyə çalışarıq məncə. Ümid edirəm ki, çəkə bilərik, vaxt taparıq.
Və nəyi deyirdim? Deməli, imtahan məsələsini uşaqlar ciddi almaq lazımdır. Yəni bəxtə-bəxt deyib getmək olmaz. Disiplinli şəkildə hazırlaşmaq lazımdır. Nə olacağı, necə olacağı bilinmir. Görürsünüzmü, bu il heç bir imtahanın belə bu səviyyədə olacağını gözləmirdim, məsələn, buraxılış imtahanının. Ona görə də siz elə hazırlaşmalısınız ki, özünüzü ən çətin hazırlamalısınız. Yəni ən çətinə hazırlayanda imtahan asan belə düşsə, sənin üçün heç bir önəmi yoxdur. Asan düşsün, çətin düşsə yenə yazacaqsan. Sən asan düşsə daha tez yazmış olacaqsan. Ona görə də özünüzü ən çətinə hazırlayın. Uşaqların problemi odur ki, özünü bəxtə-bəxtə hazırlayır, səthi yanaşır, il boyu səthi hazırlaşır ki, baza məlumatım oldu, bəsdir. İmtahan çətin düşəndə də qalır belə. Ona görə də hər ehtimalı nəzərə almaq lazımdır. İmtahan çətin də ola bilər, asan da ola bilər. Sən işini bəxtə, şansa əmanət eləyib yola verdi hazırlaşmamalısan. Düzgün müəllim seçib, düzgün istiqamətləndirən müəllim seçib, sənə imtahanda uğur qazandıracaq müəllimlər seçib öz yolunun düzgün şəkildə disiplinli getməlisən. Burada əlbəttə ki, valideynlərin də rolu var, amma əgər şagird özü disiplinli deyilsə, yəni bunu tam təcrübəmə əsaslanıb deyə bilərəm. Əgər şagird disiplinli deyilsə, bunu öz məsuliyyətini özü tam olaraq dərk eləmirsə ki, mən bir məqsəd qoymuşam və mən o məqsəd uğrunda gedib öz arzuma çatmalıyam, öz məqsədlərimi, xəyallarımı gerçəkləşdirməliyəm. Bunu tam anlamıyla dərk eləməyən şagird istəyir valideyni zorlasın, istəyir neyinisiz eləyin, istəyir müəllimi nə deyir desin. Yəni o uşaq əgər onu tam dərk eləmirsə, niyə hazırlaşır, məqsədi nədir, hara hazırlaşır, nə istəyir? O disiplinə o sahib ola bilməyəcək kör-körənə və kimisə məcburiyyətindən də uzun müddət nəsə eləyə bilməz. Eləməz də, yəni uzun çəkmir o. Məcburiyyətlə, qorxu ilə nəsə uzun çəkmir. Ona görə də uşaqlar sizə məsləhətim mütləq bir məqsəd qoymalınızdır və o məqsəd üçün də əmin addımlarla doğru stratejik yol seçib, sizin üçün doğru olan yolla, sən hansı yolla o fənni götürürsən, konspektini tutaraq, qeydlərimi götürərək, daha çox praktikam eləyərək, yoxsa nəzəriyyədən mi zəifliyim var? Yəni bunların hamısını siz özünüz çözüb, doğru yol seçib stratejik davranmalısınız. Yəni kör-körənə hazırlaşmaqla deyil, doğru şəkildə hazırlaşmaq və doğru istiqamətlənmək çox önəmlidir. Burada əlbəttə ki, biz müəllimlərin də rolu böyükdür. Yəni bu belə. Bir sözlə gələn ilin əziz 11-ciləri mütləq bu ilki 11-lərdən dərs çıxarmaq lazımdır. Bu ilki 11-lərin elədiyi səhvləri siz eləməyin. Özünüz üçün qeydlər götürün, növbət tədris ili üçün bir dəftər tutun, qeyd dəftər tutun, məsləhətlərinizi sonra özünüzə məsləhətlərini yazın ki, mən bu il yoldaşlarımda 11-ci siniflərdə falan gördüm, falan səhvlər olub. Mən gələn 11-ci sinifdə o səhvləri eləməyim. Bax, belə bir qeyd dəftərdə tuta bilərsiniz ki, gələn avqustun, yəni növbət tədris ili avqustdan başlayanda sizin üçün bir istiqamətləndirmə olsun, belə deyək. Bu arada uğurlu nəticələrimizdən sonra əlbəttə ki, dərslərimizə olan maraq da çoxalıb, şagirdlərimiz də yazır. Ona görə məlumat üçün bildirmək istəyirəm. Qeydiyyat üçün yəqin ki, ekranda yenə bir yerə yerləşdirəcəm. Ağıllı, disiplinli, məsuliyyətli şagirdlər mənim üçün önəmlidir və o şagirdləri qrupuma götürürəm. Bu ildən də xüsusilə, keçən il olmuş səviyyə təsbit imtahanımız, amma bu ildən də xüsusilə özüm ciddi şəkildə nəzarət edəcəm və məsuliyyətsiz, disiplini olmayan, həvəsi olmayan şagirdlərlə yolumuza davam eləməyəcəyik təbii ki. Və səviyyə təsbit imtahanımız olacaq. İmtahana əsasən A qrupuna, B qrupuna şagirdlər seçəcək. A qrupu əslində dolur artıq. Çox az sayda yer qalıb, səhv eləmirəmsə. Və bu ilk əjdahalarımdan da A qrupunda yer tutanlar var. Öz yetişdirdiyim şagirdlərdən, hətta imtahansız birbaşa A qrupuna keçirdiyim şagirdlər də var. Amma yeni qoşulan şagirdlərimiz mütləq imtahan verməlidir A qrupuna keçid üçün. Eləcə də B qrupuna da, yəni imtahan verib daxil ola bilərlər. Yəni səviyyələrini ölçmək üçün ki, hansı səviyyəyə uyğundular. Bildirmək istəyirəm ki, mən yalnız deməli, aşağı siniflərlə yəni təkmilləşdirmə qruplarından işləmirəm. Yəni 5-ci, 6-cı, bunu soruşanlar olmuşdu deyə bildirmək istəyirəm. 5-ci şagirdlərimin, abituriyentlərimin valideynləri digər övladlar üçün, az yaşlı övladlar üçün soruşanlar olmuşdu deyə buradan bildirmək istəyirəm ki, yəni 5, 6, 7-ci sinif şagirdlərlə işləmirəm. 7-ci sinif şagirdlərinin qoşulanlar olmuşdu əslində dərsimdə, ola bilər o. Nə mənada, əgər belə 9-10-11-lərlə uyğunlaşası şagirddirsə, biraz çətin çəkməz, bazası yaxşıdırsa, o qoşula bilər. Belə, yəni, amma 8, 9, 10, 11-ci sinif şagirdlərlə, xüsusilə də 9, 10, 11-ci sinif şagirdləri ilə daha çox işləyirik və onların uğur qazanmaq mənim üçün ən böyük motivasiyadır. Çünki il boyu çalışırıq və bax, bu çətin imtahanda belə
öz məqsədimizə çatmaq, hədəfimizə çatmaq, şagirdlərimin uğurlarına şərik olmaq, orada az da olsa bizim də payımızın olması nacizanə məni çox sevindirir həqiqətən də. Hələ ki bəlli olan 11-ci siniflərdən 16 nəfərim 90+ bal toplayıb, bir nəfərim 100 bal toplayıb, 17 eləyir də 17 nəfər 90-dan yuxarı bal toplayıb və artıq 30 şagirdim oldu. Dünən yeni yazanlar var idi. 30 şagirdim isə 80+ bal toplayıb. 30-dan çox şagirdim, dəqiq 30 var, amma 30-dan nə qədərdir, neçəsə yadımdan çıxıb, 30 neçəsə şagirdim isə 70+ bal toplayıb. Yəni bu mənim üçün çox böyük uğurdur, çünki bu ilk imtahandan bunları əldə eləmək həqiqətən də çox qürur vericidir. Bir daha şagirdlərimə qürur duyduğumu bildirmək istəyirəm. Hər birinə uğurlar arzu edirəm, yolları açıq olsun. Hər zaman belə hər imtahandan üzaq çıxsınlar inşallah və verdikləri ən çətin imtahan ilə bu olmuş olsun. Bundan sonraki sadəcə gözəl günlər, qismətləri olsun inşallah. Hər birinə uğurlar arzu edirəm bütün şagirdlərimizə və 11-ci siniflərə, növbət tədrisinin 11-ci siniflərinə də bol-bol şans, səbir, əzm, disiplin arzu edirəm. Çalışmaq lazımdır. Çalışan bəhrəsini görür, görürsünüzmü? Bax, 90+ şagirdlərimin hər biri çox çalışqan, 80+ şagirdlərimin hər biri çox çalışqan, disiplinli, məsuliyyətli uşaqları idi. İstər onlayn olsun, istər əyani olsun. Hətta sizə deyim ki, onlayndan daha çox yaxşı nəticələr daha çox olur. Yəni onlaynla əyanın arasında bu arada tərəddüd edənlər var. Buna da bir aydınlıq gətirmək istəyirəm. Yəni onlayn siz özünüz dərslərinizə qoşulsaz, tamamilə bu fikri özünüz, yəni heç mən demədən özünüz bir fikrə gələcəksiniz. Yəni onlayn dərslərin hətta mən deyirdim ki, avantajı əyani dərslərində biraz artıqdır. Nə mənada? Çünki rekordlar qalır. Şagird istədiyi an rekordu açıb, müəllimin orada qeydlərinə falan baxmaq istəsə, məsələn, dərsdə falan şeyi qaçırmışam, ona baxa bilir. Ondan sonra onlaynda ekranın lövhədə biz, yəni lövhəni bölüşürəm. Yəni eyni əyani lövhə kimi orada hər şeyi görürlər, detallı qulaq asırlar, baxırlar. Orada da bir-bir xaos yaratmadan bir-bir ad çəkdiklərim kameranı açıb suallarıma cavab verir. Və yaxud da testdədirsə, məsələn, adətən ümumi dərs mövzu sual cavablarında kamera asıram. Yenə deyirəm, bu metodikan barədə danışacağam, yəni söhbəti ona gətirirəm. Yəni əyani dərsin, onlayn dərsin həqiqətən də keyfiyyəti tam eynidir. Yəni dərslərimizə qoşulanlar bunu bilir. Hətta onlayn şagirdlərim, əyani şagirdlərim bu videonu izləsə əgər, onlar özləri də yazar. Hətta elə şagirdlərim var ki, həm əyani, həm onlayn qoşulur, daha da möhkəmləndirmək üçün. Yəni onlar da öz fikirlərini yazar ki, həqiqətən də keyfiyyət olaraq eynidir. Və dediyim kimi, hətta onlayn dərsin avantajı var ki, rekordlar da əlinizdə qalır. Müzakirə qruplarımız da var. Bütün suallarınızı daim cavablandırıram, səhvlərinizi. Məncə şagirdlər ən çox səhvlərdən öyrənir. Mən şagirdlərin səhvlərinə çox önəm verirəm. Yəni dərslərimizdə şagirdlərin səhvlərinə mütləq baxırıq. Çatdırmadıqlarımızı müzakirə qrupuna özüm dənə-dənə səs atıram. Deməli, videoma reklamlar olaraq şagirdlərim gəlib, istəyirəm onları bir tanıdım. Aysellə ayrıca video çəkəcəyik, amma indi istəyirəm ki, Aysel də gəlsin. Aysel xanım, siz səhnəmizə alın. Aysel Azərbaycandan 92.5, 92.5-ə, 92.5 idi. Bəli, buraxışdan 92.5, blokdan isə 29 düz yazıb. Sağ olsun. 3 illik müəllimə. Sizi tanıdığıma şadam müəllimə həqiqətən. Müəllim də səni çox sevir həqiqətən. 3 illik əlimdə böyüyüb. Çiçək balan. Çox sağ olun müəllimə. İnşallah daha böyük uğurlar olsun. Bu arada mənim davamçımdır. Bəli, dil ədəbiyyatı. Müəllimin şeyidir. Bəli, inşallah dil ədəbiyyata verəcək. İstəyirsən uzun videomuzu çəkə bilərik. Yoxsa bu gün hazır deyilsən, yaxşı səni həyəcanlandırmayım. Təşəkkürlər. Nərmin xanım, istəyirsiniz? Görüşərik. Aysel, şagirdlərə məsləhət vermək istəsən nə deyərsən? Müəllimə, ən çox məncə sizin taktikalarınıza fikir versinlər. Yəni əsas o da Gəl burada de qoy, göz kontakt qrup deyəndə uşaqların daha çox güvənli qal. Bəli, hə. Ən çox müəllimin taktikalarına fikir verin. Əsas məsələ nə qədər qaydanı bilməkdən əlavə olaraq tətbiq eləmək daha yaxşıdır. Müəllimə bir söz var idi ki, hətta belə bir dərsimizdə belə bir an yaşanmışdı. Bir dənə, 2 dənə nəfər çəkmişdik. A və B qruplaşdırmışdıq. Onlayn dərsimizdə yadımda müəllimə. Çox çalışıb həll eləyən, bəli. İstəyirsən üstün çək gəl otur, ayaqsa qal. Məncə qalsın, bu həyəcanlanma. Hə. Bəli, yenə də dediyim kimi ən çox müəllimə taktikalarına fikir verin. Müəllimə həqiqətən deyirəm, Sona müəllimə kimi müəllimə sizin həyatda qarşınıza çıxıbsa, həyatda 1-0 öndəsiz. Təşəkkürlər Aysel. Çox sağ olun, minnətdaram. Müəllimin 3 illik qızı, ağıllı əjdaham. Nə məsləhət verərsən? Bax 92.5 bal toplamısan. Məncə bol test həqiqətən. Bol vitamin kimi. Amma həqiqətən, yəni qayda oxumaqdan çox mən ancaq test, yəni sizin verdiyiniz testlər. Bir də çox detallı baxardım. Normalda mən məsələn
heç variantı da baxandan sonra çevrilirdi, yəni başqa testə keçirdim. Amma məsələn burada 5 variantı detallı, yəni O qədər demişik ki, beyninizə yeridi var. Axırda yəni Həqiqətən. 4 nəqdən əqəzal taktikadır. Ona görə bir testimizdə detallı baxırdım ki, sonra da qabağıma çıxanda rahat işləyirdim. Bəli, bu gördüyünüz balalar müəllimin dediyinə tam-tamına əməl edənlərdəndir. Görüşə bu gün gəliblər. Hətta orada Ayanımız var. Ayan 0-dan 94 bala gəlmişdi. Ayan amma bu il 10-cu sinif idi, gələn il 11-dir. 9-cu sinif imtahanında bir yerdə hazırlaşdıq 0-dan. Bütün qorxularına, tərəddüdlərinə rəğmən 94 bal yığdı. Balı topladı. Balı topladın. Növbət tədrisinin hədəfimiz 100. 100. Amma düzgün manifestosunda Azərbaycan dilində 100. Azərbaycan Ümumi? 100. Ümumi nə qədər? İnşallah, bəli. Aycun da digər əjdahalarımdandır. Aycun xanım, növbəti tədris ilinə hədəfiniz nə qədərdir Azərbaycan dilinə? Azərbaycan dilində 90 olursa, ədəbiyyatı 100% düzgün yazacağam. Buna əminəm. İnşallah. Garanti alıram. Azərbaycan dilində məncə 100 hədəflə edəcək. Buraxılışda 100 olsun yaxşı. Belə ürəyim 90 yuxarıdan olsun ona görə. Hə, yaxşı. Blogda da hardasa bir 140 neçə falan hədəfləyirəm. Görərsən partlayacaq. İnşallah, bəli. Keçən Çönəklər mən sözünə qulaq asmışam, disiplinli işləyim, tapşırıqları eləyim, dərslərə qoşulun, özünüzü yatmışlar falan da vurmayın, yəni yatmayın dərslər. Kaş kameranı tələsib çevirməzdim. Qatılıram. Bütün məsələ ümid edirəm ki, eşidildi o məsləhətlər. Həqiqətən deyirəm, bunu yəni də o şey kimi demirəm ki, belə reklam kimi. Amma həqiqətən can gönüldən deyirəm ki, sualları oxuduqda sizinlə oxuduğunuz suallar, sizin dediyiniz taktikalar, sizin dediyiniz hər şey yadıma düşür. Hətta yəni görürsünüzsə mənim altından çəkdiyim xəttləri. Eyni mənim kimi orada bir təhlillər aparmışdı. Yoxladıqca burada siz bu arada sən fərqində olmadın, rekord elədin onu da ki, şagirdlərimiz həqiqətən eşitsin və bilsin ki, dərsdə diqqətli olmaq çox əhəmilidir. Baxın, dərsi yola verən şagirdlər heç vaxt uğur qazana bilməz. Çünki nə öyrənirsənsə ən çox dərsdə öyrənirsən. Müəllimə can qulağına qulaq asmaq lazımdır. Müəllimə can qulağına qulaq asmaq lazımdır. Taktikalarına qulaq asmaq lazımdır. Canla başla qulaq asan şagirdlər, mən şagirdlərimdən razıyam. Allah da onlardan razı olsun. Hər biri əjdahalardır. Əlbəttə ki, bir-iki nəfər oxumayan şagirdimiz var idi. Göz muncuqları hər zaman bəli, yəni dərsə qarşı layiqiyyətini bir an olsun hiss elədiyim şagirdlərlə yollarımızı ayıracağıq. Təəssüf ki. Hə, sözümü nəyə gətirirdim? Aysel, Nərmin, Rəsul, onlar imtahan günü belə vərəqini elə gətirəndə bir-bir yoxladıqca o qədər qürurlanırdım ki, hamısını Ayselin baxıram vərəqinə. Hamısını nə demişəmsə, burada bunu dairə eləyib ki, burada bunu demişik. Biz o vaxt falan dərsdə bunu demişik, bunu düzəldim. Hamısını o qədər müəllimi kimi incə-incə təhlil eləyib ki, orada doğru yanlış cədvəli var idi, sintaktik təhlil də var idi, ismi birləşmə də var idi. Dənə-dənə onun təhlilini aparıb. Doğrunu dairə eləyib. Qırağında yazıb falan şey məsələnidir, yadına deyil. Məsələn, falan şey zərfdir. Biz onu xüsusilə diqqət yetirmişdik. Hə, nə bilim, daşı dəşin nədir də, indi o primitiv şeydir məsələn. Yəni onların hamısı o qədər dənə-dənə qəşəng qeyd edib ki, kitabçadan əmək yağırdı və 92 bal, yəni havadan düşmür. Əmək sayəsində, disiplin sayəsində bunları əldə etmək asandır. Bu arada həqiqətən deyirəm, sualları belə gördükcə o qədər demişdik ki, məsələn də ən birinci buna baxın, buna baxın, buna baxın. Mən məsələn tutam ki, birincisi söz birləşməsi falan istəyir. Cümləni təhlil etmək lazımdır. Sonra nitqçələr falan, onlara bir-bir baxmaq lazımdır. Köməkçi nitqçələrə deyiriz, bəzən sözün daxilində ola bilər, çaşdırırlar onları. Hamısı bir-bir hələ də yazılır. Elə bayaq onda vurğuladım. Ehtimallarımız da özünü çox doğrultdu. Mətndə də demişdim, müddəa fakt düşəcək, düşdü. Nə bilim, zəngləşdirmə hər il düşür onsuz da, demək olar. Zeynəb Dedişin özü burada yoxdur. Yəni həqiqətən kitabçanı açanda köməkçi nitqçələri adamın üzünə gülür. Bəli, onu da demişdim ki, köməkçi nitqçələri düzdür. Yəni nə deyim, budaq cümlə, baş cümlə demişdik, ona da düşmüşdük. Taktikalarla, hamısı ilə, asan nizamlarla sizdən bizə. Əlasız, həqiqətən də qürur duyuram hər birinizdən. Uğur hər gün təkrarlanan səylərin cəmidir. Bunu unutmayın. Bunu hətta biz mətn marafonumuzda profil şəklinə qoymuşduq. Bir də bizim mətn marafonumuz da var idi. Onun da böyük qatkısı oldu məncə. Çünki hər gün də mətn işləyirdi. Necə? Həqiqətən müəllim. Həqiqətən çox qrup var idi. Biraz başımız qarışırdı, müzakirə. Müəllimə həqiqətən deyirəm bu arada. Səsimi eşidin. Bu arada həqiqətən çox əziyyət çəkmişsiniz bizim qarşılıqlı şəkildə əziyyət çəkmiş. Yəni Allah da sizin əziyyətinizi yerə vurmasın. Bu qədər çox əziyyət çəkirsiniz axşam gedəydiniz. Yəni belə ki, axşam saat 2-3 müəllimə test tapşırıqları atırdı, onun izahını atırdı, bunun səsini atırdı. Bizlə bərabər müəllimə həqiqətən siz də bizim siniflaşmamız. Müzakirə qruplarımız var idi, blok müzakirə, ədəbiyyat müzakirə, hamısı bir-bir. Mətn marafonu. Lap müəllimə baş
ədəbiyyatdan eləyirdik, bəli. Saat 11 olan kimi yığışdırdıq, sual-cavab və sıfır ola bilər, şagird zəif ola bilər. Amma çalışqansa, həvəsi varsa, o şagirdlərə can qurban. Həqiqətən o şagirdlərlə işləmək məni yormur. Fiziki cəhətdən əlbəttə zehni cəhətdən yora bilər, amma ruhən yormur. Yəni elə şagirdlərlə işləmək mənə zövq verir və bu il də həmin şagirdlərimizdən elə bu qədər uğurlu nəticələr əldə elədik. Hər birində bir daha qürur duyuram. Təşəkkürlər Aysel, xoş sözlərin üçün minnətdaram. Sizin kimi əcdar şagirdiniz. Həqiqətən çox əziyyətiniz oldu bizim üstümüzdən. Halal xoşunuz olsun. İnşallah daha gözəl uğurlarınız olsun hər zaman. İntihar siz görəndə bu arada fikirləşəndə deyirəm ki, hər şey bilən adama belə yaxşı gəlsə belə birinci gün, dördüncü günlərdə bizim azımız. Gedim sonra müəllimə görüm gəlir. Həmişə adama bir sözdə belə şey qalır ki, bunu kəsəcəm. Onlayn qoşulanlar. Onlayn qoşulanlar şikayətlənməsin ki, müəlliməni görmürük. Görmürük deyə qoşulun. Birinci gün indi məsələn fikirləşirdik ki, bu gün sana müəlliməni görürük. Xoş sözlərinizi eşidirik. Müəllimə nə qədər sizin özünüz nə qədər də yorğun olsanız da onu bizə vurdurmurdunuz. Yəni üzə görünmürdü. Amma Nərminlə biz hiss edirdik bunu müəllimə. Müəlliməmizi çox yaxşı tanıdığımız üçün. Buna baxmayaraq yenə də bizim üstümüzdə, yəni bütün yenə əziyyətinizi dayandırmadınız. Yəni həmişə Deməli, Aygün və Ayın xanım isə gələn ilin 11-ciləridir. Deyin görüm siz nə məqsədlər qoymusunuz? Bax Aysel və Nərmindən ilhamlanıb mikrofonu bəyin tutaq. Nə məqsəd qoymusunuz? Gələn il necə çalışacaqsınız? Bax 10-cu sinif olaraq, gələn il 11-cilər olaraq nə məqsədlər qoymusunuz və nəyi necə edəcəksiniz? Səhv eləməkdən çəkinməyin, səhvlərinizi də təkrar ancaq işləyin ki, hamısı düzəlsin. Qatılıram, əla Bu il qəşəng. mən çox disiplindən çalışmışam, yəni bəhrəsini də görmüşəm, yəni hələ də görəcəyimi Həqiqətən, sürət qruplarıma da qoşulub. Ona görə daha çox disiplindən çalışacağam. Ondan sonra onun səhvlərimi mən deməkdən çəkinmirəm, səhv eləməkdən çəkinmirəm, çünki insan səhvliyi öyrənir, ona görə səhvlərinizi də deyin. Sürət dərsinə qoşulun, mətn marafonuna qoşulun uşaqlar. Sonra nə deyim? Bu kayıtlara baxın da, müəllimə sizə kayda baxın, gedin baxın. Dərsə hazırlıqsız gəlməyin, yəni bir zəhmət adam öyrənməyə gəlir dərs. Aygün anlamağa keçib artıq sizi. Məqsədim yəqin ki, dil ədəbiyyat müəlliməsidir, xarici müəlliməsidir. Amma ikinci dəfə də universitetə hazırlaşıb psixoloq olacağam. Ona görə də daha çox əzm, səbir və mükafat verəcək. Amin. Buna bir alqış düşün. Çalışın ki, yeriyən Azərbaycan dil ləqəbini qazanın. Əsas ləqəbimiz odur bizim. Yeriyən Azərbaycanın test topluları. Birincidə elədim uşaqları. Bu Aytacın da ləqəbidir. Yeriyən Azərbaycanın test toplusu. Rəsul Zayda Aytac. Həmçinin Ayselin. Aysel yeriyən hədəfdir. Aysel, gəl hədəflə tanış olsunlar. Bayaqçı Aysel bu arada. Mən yeriyən ədəbiyyat olaram, yəni ancaq. Mənə də hədəf deyirlər Azərbaycan test toplusu. Test toplusu nə idi? Azərbaycan dili hədəf qaydaydı. Bəli, şagirdlərim gördüyünüz kimi məzun linklərini, köynəklərini yazdırmağa gəlmişdi. Yada qalmışdım. Metodikan barədə məlumat vermək istəyirdim soruşanlar üçün. Əslində video izahlarım YouTube-da var və o izahlardan şagirdlər baxıb seçə bilir ki, mən həmin müəllimin izahını götürə bilirəm, yoxsa yox. İzahlar vasitəsilə də qərarlarını verə bilirlər. Eləcə də, yəni biz də öz abituriyentlik dönəmimizdə müəllimlərin nəticələrinə də maraqlanırdıq, baxırdıq. Həmçinin metodikası da bizim üçün çox önəmli idi. Yəni sınaq dərsində iştirak edirdik ilk dərs. Gördük ki, həmin müəllimin məsələn ola bilər ki, hansısa müəllim çox savadlıdır, amma onun izahını biz götürmürük, başa düşmürük və s. Öz abituriyentlik vaxtımdan nümunə çəkirəm, hələ illər əvvəlin sözüdür. Yəni ona görə də şagirdlərimiz məncə ən birinci müəllimlərin izahını götürüb-götürməməklərindən yola çıxa bilərlər. Müəllim seçimində ən diqqətli olmalı olduğumuz məqam budur. Yəni ola bilər hansısa müəllimlər savadlı olsun, həmçinin o qədər savadlı müəllimlərimiz. Hətta mənim yadıma gəlir ki, bizim vaxtımızda çox tərifli bir riyaziyyat müəllimi var idi, amma mən gedib onun dərsində, sınaq dərsində oturub heç nə başa düşməmişdim. İzahından heç nə tutmamışdım, amma sonradan seçdiyim müəllim isə mənə riyaziyyatı sevdirmişdi. Mən elə bilirdim ki, riyaziyyat mənlik fən deyil, amma çox da gözəl başa düşmüşdüm həmin müəllimin izahından sonra və riyaziyyatımı çox yaxşı yerə gətirmişdim, qaldırmışdım. Yəni bu bütün fənlər üçün keçərlidir, əziz şagirdlər. Müəllimin izahına baxırsınız, həmin izahdan başa düşürsünüzsə, o sizə rahat gəlirsə, siz onu beyninizdə tam oturdursunuz, o mövzu sizdə tam oturdusa, testləri işləyəndə sizə kömək olursa həmin izahlar, demək ki, o müəllimdən artıq götürürsünüz siz və həmin izahını başa düşürsünüz müəllimin.
Artıq demək ki, o müəllimi seçmək olar. Həmçinin dediyim kimi mütləq doğru istiqamətləndirmə, düzgün taktikalar, məsələn, şagirdlərimizə mətninə çox önəm veririk, qrammatikaya çox önəm veririk. Hər işini paralel şəkildə aparırıq. Hər dərs metodikamız necə olur? Yeni dərsi izah edirəm, bayaq bunu demək istəyirdim. Deməli, dərslərə necə başlayırıq biz? Dərslərə başlayanda əvvəlki dərsin köhnə mövzunun sual-cavabını eləyirik. Əyan dərslərimdə də, onlayn dərslərimdə də. Onlayn kameramı açdırıram, istədiyim şagirdin adını çəkirəm, rastgələ, ona görə hamı məsuliyyətlə hazır olmuş olur dərsə. Rastgələ filan kəs, məsələn, filan kəs cavab verir ki, filan şey nədir və yaxud da cümlə verirəm, onun üzərində izah verir mənə. Yəni tam mövzunu oxuduğundan, qayda kitabından da, izahından da tam başa düşdüyünə əmin oluram. Eləcə də əyan dərslərimizdə də sual-cavab eləyirik. Kimlərin mövzuya diqqətlə qulaq asdığını, kimlərin mənə diqqətlə qulaq asdığı mövzunu başa düşdüyünü, kimlərin qayda kitabından onu evdə oxuduğunu müəyyənləşdirirəm artıq. Ondan sonra isə keçirik deməli səhvlərimizə. Mən bayaq da dedim, şagirdlərin səhvlərinə çox önəm verirəm. Çünki biz səhvlərimizdən, hətta bayaq Aycin də dedi, şagirdim, səhvlərimizdən öyrənirik. Səhvlərimizə mütləq baxırıq. Əgər səhvlər çoxsa çatdırmadıqsa, müzakirə qrupunda evdə yəni şagirdlərə deyirəm, onlar atırlar və onları səs atıram. Yəni mütləq səhvlərimizi müzakirə edirik. Dərsdə dediyim kimi çox vaxt heç əjdahalarla elə dərsdə bitiririk səhvlərimizi. Əlavə testlər işləyəndə falan da müzakirə qrupuna atırlar. Daha sonra isə mətnimizi yoxlayırıq. Mətni dərsdə yoxlayırıq biz. Qrammatikanı da baxır mövzuya görə dəyişir, amma mətni mütləq hər dərsdə yoxlayırıq. Çünki şagird evdə yoxlayanda hamısını deyir ki, hə mən falan sualı düzgün cavablandırmışam, məzmuna oxşardı deyir, plus qoyur. Amma məsələn mən baxıram ki, o plusluq deyil, onu o imtahanda yazsaydı, dimdə yazsaydı bal kəsiləcəkdi. Yəni bu söz səhv yazıb misal üçün. Bu söz orada olmamalı idi. Bu norma pozuntusudur məsələn. Bax belə bir şeylər, belə bir situasiyalar olanda sözü mənasına görə səhv işlədə bilər, ora uyğun gəlməyə bilər, bir şey diqqətindən qaça bilər. Ona görə də mətn açıq suallarını və ümumiyyətlə mətni dərsdə yoxlayıram mən. Dərsdə yoxlayırıq şagirdlərimizin, hamısının bir-bir açıq sualların üstündə o qədər qalırıq ki, faydasını da gördük həqiqətən. O qədər qaldıq ki, yəni filan şeyi bax burada filan taktikadan istifadə etməliyəm. Bu tipdə suallarda müddət fakt suallarında filan şeyə fikir verməlisən, filan cürə yazmalısan. Ən asan yolu budur. Daha sonra üslubu zənginləşdirmədə filan şeyə fikir verməlisən və yaxud da ən çox çaşdırılan məsələ budur. O qədər açıq suallarda deyirik ki, bunu. Hətta lüğətimdə hazırlamışdım və dimdə istifadə olunan sözlərdə məsələn şagirdlərin mətnlərdə çox köməyinə çatmışdı. Çünki dim əsasən, dim materiallarına əsasən hazırlamışam o lüğəti. Yəni bu şəkildə mətnlərin üstündə çox dayanırıq, açıq sualları dənə-dənə hamının düz yazdığına əmin olana qədər, yəni müzakirəmiz davam eləyir. Heç kimin ağlında şübhə qalmamağına qədər. Daha doğrusu artıq yəni hamının əmin oluram ki, hamı artıq mətnin açıq suallarını tam başa düşdü, necə yazmaq lazımdır. Ondan sonra artıq keçirik yeni mövzumuza. Yeni mövzunun izahını özüm şəxsən lövhədə izahını verirəm. Detallı taktikalarla, həm ən asan yolla, həm də bir o qədər də dərinliklə, qızıl qaydalarla, qızıl qeydlərimdə yazdırıram. Təcrübəmə əsaslanıb ki, filan yerdən vura bilir bu mövzuda, din filan yerdən bu iz sala bilir deyib də o qaydaları, o qeydləri yazdırıram. Eləcə də mövzunu izah eləyirəm, sonra suallar verirəm, görüm kimlər diqqətlə qulaq asdı, kimlər başa düşdü. İsti-isti onu dərsdə tətbiq eləyirik, suallarına baxırıq, topludan bir 5-6 sual, çətin tipli sual, cədvəl tipli sual seçib baxırıq. Da əmin oluram ki, hamı diqqətlə qulaq asıb, artıq başa düşüb dərsi. Ondan sonra da tapşırığımı qeyd eləyirəm. Uşaqlarda dərslərimiz artıq yekunlaşır. Onlayn dərslərdə də rekordda qalır. Şagirdlər istədikləri vaxt açıb rekorddan bir daha dərsə baxa bilirlər. Və yəni dərslərimizdə, onlayn dərslərimizdə keyfiyyəti bayaq dediyim kimi eyni səviyyədədir və maşallah olsun ki, bu qədər əziyyətimizin, mətn marafonumuzun, lüğətlərimizin, sınaqlarımızın hər birinin, çəkdiyimiz əməyin, zəhmətin hər birinin qarşılığını gördük və görməyə də davam edəcəyimizə inanıram. Növbəti tədris ili də dərslərimizə qoşulmaq istəyənlər ekranda olacaq böyük ehtimal, gördüyü nömrələrə yazaraq dərslərimə qoşula bilər. Amma mütləq şəkildə indidən yer tutmanız vacibdir. Uşaqlar avqustu gözləməyin, çünki avqustda ola bilər ki, artıq qruplar tamamilə dolmuş olsun. Hər ehtimalla mütləq şəkildə indidən yerinizi ala bilərsiniz. Səviyyə təsbit imtahanınıza da bir neçə gün qalıb. Hardasa yəqin ki, bir həftəyə falan Azərbaycanda da səviyyə təsbit imtahanı olacaq ki, gələn ilə yerini tutmaq istəyən şagirdləri artıq biz bilək və qrupda onlar yer olmuş olsun, hazır olmuş olsunlar. Yəni bu şəkildə. Əlavə suallarınız olarsa, rəylərdə yaza bilərsiniz, hər birini cavablandıracağam. Növbəti tədris ilinin 11-cilərinə bir daha uğurlar arzu edirəm.
Əsas məsələ disiplindir. Bayaqçı uşaqlara da qulaq asdıq. Onlarla da video çəkəcəyik ayrıca. Sadəcə indi köynəklərini yazdırmağa gəlmişdilər və qısaca bir videomun arasında onların da reklamı oldu. Məcazi mənada əlbəttə ki. Yəni belə əziz şagirdlərimiz, hər birinizə uğurlar arzu eləyirəm və düşünürəm ki, növbəti tədris ili artıq mən özüm də qeydlər götürürəm və yeni belə deyək də texnikalar, yeni taktikalar əlavə eləməyi düşünürəm. Nə mənada? Bu il gördük ki, DİM daha çox vaxt aparan suallar salmışdı. Mən də sınaqlarımda bunu 2 qat artıracağam. Onsuz da var idi məndə o suallar, həmişə hazırlayırdım, önəm verirdim, amma indi 2 qatı daha çox şagirdlərin vaxt məsələsini çözməyi düşündüyüm üçün daha çox buna önəm verəcəm. Yəni bunun üstündə işləyəcəyik şagirdlərimizlə ki, vaxt problemi də olmasın, hər şeyi qəşəng çatdıra bilsinlər. Yəni belə. Hər birinizə uğurlar arzu edirəm. Nə sözünüz olsa, sualınız olsa verə bilərsiniz. Uğur qazanan şagirdlərimizin hər birini bir daha təbrik edirəm. Öz şagirdlərim başda olmaqla bütün şagirdlərimizi təbrik edirəm. İnşallah çox daha böyük uğurlarınız olsun və inşallah istədiyiniz bütün arzularınıza bir-bir nail olarsınız. Ən əsası isə arzuladığınız fakültədən inşallah tezliklə qəbul xəbərini almaq qismət olsun hər birinizə. Və növbəti tədris ilinin şagirdlərinə isə bol-bol uğurlar arzu edirəm. 9-cu siniflər, 10-cu siniflər, 11-ci siniflər dərslərimizə qoşula bilərsiniz. Çalışqan şagirdlərimizi aramızda görmək çox xoş olar. Çünki çalışqan əjdahalarımızla işləmək bizi həqiqətən də motivasiya edir. Çünki sonda qazandığımız uğuru biz əvvəlcədən görmüş oluruq artıq və bunun üçün əlimizdən gələn ən artığını eləyirik. Yəni bunu demək ehtiyac yoxdur artıq. Düşünürəm ki, əjdah şagirdlərimizi aramızda görməkdən məmnun olarıq. Hər birinizə uğurlar. Növbəti videolarda görüşərik. Əlavə təklifləriniz, video üçün suallarınız məsələn varsa, onları da verə bilərsiniz. Vaxt tapdıqca mütləq o tip videolarda çəkməyə çalışarıq. Şagirdlərimin əsas məsələ hal-hazırda uğur videoları ağlımdadır ki, onları sizlər üçün çəkim, onların məsləhətlərinə qulaq asaq ki, onlar necə oldu ki, bu çətin imtahanı üz ağrılı şəkildə verdilər. 600+ toplayan nə qədər şagirdlərimiz də var. İnşallah onlarla da videolarımız olacaq. Hər birindən bir daha qürur duyuram. Həm buraxılışda, həm də blokda. Yəni inşallah cavablar da rəsmi şəkildə çıxsın. İndi biz hesablamalarımıza görə 600+ keçən çox şagirdimiz var. Maşallah olsun. İndi inşallah gözlədiyimiz kimi də gələr. Heç bir kodlaşdırma səhvi falan da olmaz. Uğurlar. Növbəti videoda görüşərik uşaqlar. Hər birinizə bol-bol şans, əzm, disiplin arzu edirəm. Özünüzə yaxşı baxın. Dərslərinizdən 10-50 yapışın. Çünki təhsil həqiqətən də çox önəmlidir. Bu təhsil yolunda da düzgün istiqamət almaq, düzgün istiqamətləndirənin olması çox önəmlidir. Ona görə müəllimlərinizi indidən seçmək lazımdır. Növbəti tədris ilinə avqustdan seçərəm deyə başlamayın. Məncə indidən izahlara baxıb müəllimlərinizi dəqiqləşdirməlisiniz hər fəndən ki, mən hansı müəllimlə hazırlaşacağam, yerlər dolmamışda həmin müəllimlərin qeydiyyatında olasınız. Bir daha uğurlar hər birinizə. İnşallah görüşərik növbəti videolarda. Hələlik.